Salam əziz şagirdlər. Bugün biz 6-cı sinif riyaziyyat dərsliyindən dərsimizə davam edək. Bugünkü mövzu miqyas mövzusudur. Bir çox hallarda obyektləri kağız üzərində təsvir etmək üçün bütün məsafələri eyni ədəd kiçiltmək və ya böyütmək lazım gəlir. Bunun üçün miqyasdan istifadə edirlər. Miqyas o deməkdir ki, əsl ölçülərin müəyyən qədər kiçildilməsidir və o kiçildilmiş formanın plandakı təsviri, kağız üzərindəki təsviri həmən kiçildilmiş ölçü qədər çəkilir, göstərilir. Yəni ki, məsələn, tutaq ki, 100.000 dəfə miqyas məsələn yazılırsa 1-in 100.000-ə, bu nə deməkdir? Bu deməkdir ki, əsl ölçülər 100.000 dəfə kiçildilmişdir. Və ya yazılırsa 1-in 200-ə, bu deməkdir ki, əsl ölçülər 200 dəfə kiçildilmişdir. Deməli, beləliklə parçanın kağız üzərindəki ölçüsünün həqiqi ölçüsünə olan nisbətinə miqyas deyilir. Məsələn, tutalım ki, sol tərəfdə elə park şəkili verilmişdir və parkda ölçülər götürülüb ki, 10.000 dəfə kiçildilib. Deməli, bunu biz miqyas kimi yazsaq nə cür yaza bilərik? 1-in 10.000-ə yaza bilərik. Bunu kəsr kimi də göstərmək olar. 1-in 10.000-ə şəklində göstərmək olar. Məsələn, hər hansı bir tutaq ki, bir evi tikməmişdən əvvəl miqyas verilib 1-in 500-ə. 1-in 500-ə o deməkdir ki, evin bütün ölçüləri 500 dəfə kiçildilərək onun kağız üzərindəki təsviri formalaşdırılmışdır. Bunu kəsr kimi yazsaq isə 1-in 500-ə yaza bilərik. Məsələn, götürək, tutaq ki, evin uzunluğu, məsələn, şəkildə, təsvirdə 3 santimetrdir. 3 santimetrdir. Plana uyğun olan miqyas isə 1-in 500-ədir. 1-in 500-ədir. Onda həqiqi ölçünü tapmaq üçün biz nə edirik? Həqiqi ölçü x olsun. 3-ün x-a nisbətin, deməli biz 1-in 500-ə miqyasla əlaqələndirməliyik. Bunun üçün biz tənasübdən istifadə edirik və bu əsl ölçünü tapmaq üçün 3-ün x-a nisbətini 1-in 500-ə nisbətinə bərabər edirik. Və buradan tənasüb kimi həll etsək, x bərabərdir 3 vurulsun 500, o da bərabərdir 1500 santimetr. Bunu isə metrə çevirsək, deməli 15 metr olmuş olar. Yəni, əsl ölçü, həqiqi ölçü 15 metr uzunluğunda olmuş olar. Buna görə də, deməli, təsvirdəki ölçünün həqiqi ölçüyə nisbəti, deməli, biz nə adlandırırıq? Miqyas adlandırırıq. Məsələn, tapşırıqlara baxsaq, deməli, nömrə 1-dəki tapşırığa baxsaq, planın miqyasına və ya plandakı məsafəyə görə həqiqi məsafəni tapmağımız tələb olunur. Məsələn, A variantına baxsaq, miqyas 1-in 300-ədir, plandakı məsafə də 3 santimetrdir. Biz həqiqi məsafəni tapmalıyıq. Tutaq ki, həqiqi məsafə x-dır. Həqiqi məsafə x-dır. Bunun üçün biz nə edirik? 1-in 300-ə nisbətini bərabər edirik. Deməli, kağızdakı ölçünün, yəni plandakı ölçünün həqiqi ölçüyə olan nisbətinə 3-ün x-a nisbəti kimi yazırıq. Miqyasla işləmək üçün ölçüləri adətən santimetrlə ifadə edirik. Bunun üçün əgər metr verilirsə, kilometr verilirsə, desimetr verilirsə, bunları santimetrlə ifadə etmək lazımdır. Məsələn, 1 desimetrim 10 santimetrdir. 1 metrim 100 santimetrdir. 1 kilometr isə 100.000 santimetrdir.
Yəni bu ölçülərdən hər hansı biri olsa, onu santimetrlə ifadə etmək lazımdır. İndi məsələmizə davam etsək, deməli 1-in 300-ə bərabərdir 3-ün x-a. Tənasüb kimi kənar və orta hədlərin hasilinə baxsaq, 1 vur x bərabərdir 300 vuraq 3. Buradan da x bərabərdir 900 santimetr. 900 santimetr də bərabərdir 9 metr. Deməli, plandakı 3 santimetrə uyğun olan həqiqi ölçü 9 metrdir. B variantına baxsaq, miqyas 1-in 400-ədir. 1-in 400-ədir. Və plandakı məsafə 2-dir. Biz 2-nin x-a yazsaq və tənasüb kimi həll etsək, 2-ni 400-ə vursaq, 800 santimetr olar. Bu da olar 8 metr. Yəni həqiqi ölçü 8 metrdir. C variantına baxsaq, miqyas 1-in 500-ədir və plandakı məsafə 3 cm olduğuna görə biz 3-ün x-a nisbətinə baxsaq, buradan x bərabər olar 3-ü 500-ə vursaq 1500 cm, o da bərabər olar 15 metr. Yəni bu şəkildə yazmaq olar. İkinci tapşırıqda isə xəritədə nöqtələrlə şəhərlər göstərilmişdir. Xəttkeş vasitəsilə şəhərlər arasındakı təsviri ölçüləri ölçərək, miqyas da 1-in 6 milyona olaraq siz bu məsafələri hesablaya bilərsiniz. Baxaq 3-cü tapşırığa. Planın miqyasına və həqiqi məsafəyə görə plandakı məsafəni tapın. Məsələn, A variantına baxaq və biz plandakı məsafəni x ilə işarə edək. Məsafə x olsun. Deməli, A variantında miqyas 1-in 100-ə, həqiqi məsafə isə 800 santimetrdir. Onda biz plandakı məsafəni tapmaq üçün plandakı məsafənin həqiqi məsafəyə nisbəti bərabərdir miqyasa, yəni 1-in 100-ə yaza bilərik. Buradan da tənasübün qaydasından istifadə etsək, deməli 100x bərabərdir 800, x bərabərdir 8 santimetr. Yəni plandakı məsafə 8 santimetr olar. Baxaq B variantına. Plandakı məsafəni biz x götürsək, yenə x-in 600-ə nisbəti bərabər olar 1-in 200-ə. Buradan da tənasübün əsas xassəsini tətbiq etsək, 200, burada 200. 200 x bərabərdir 600 və x bərabərdir 3 santimetr. C variantına baxsaq, plandakı məsafənin həqiqi məsafəyə nisbəti bərabərdir 1-in 400-ə. Buradan da 400x bərabərdir 1200, x bərabərdir 3 santimetr. Baxaq 4-cü tapşırığa. İki məntəqə arasındakı məsafə 4 kilometrdir. Verilmiş miqyasla xəritədəki bu məntəqələr arasındakı məsafə nə qədər olar? Deməli, həqiqi ölçü 4 kilometrdir. Biz bunu santimetrlə ifadə edək. Olar 400 santimetr, 400.000 santimetr. Və indi bunu tətbiq etsək və plandakı məsafəni x ilə işarə etsək, x-in 400.000-ə bərabərdir 1-in 10.000-ə nisbəti kimi yazarıq. Və buradan
10.000 x bərabərdir 400.000 x bərabərdir 40 santimetr. Deməli 4 kilometrə uyğun olan plandakı məsafə 40 santimetrdir. Baxaq B variantı. Deməli, miqyas 1-in 20 minədir burada. Yenə x-in 400 minə nisbəti bərabərdir 1-in 20 minə nisbətinə. Və buradan 20.000 x bərabərdir 400.000. X bərabərdir. Deməli 20. X bərabərdir 20 santimetr. Baxaq C variantına. Yenə x-i götürək. X-in 400 minə nisbəti bərabərdir 1-in 100 minə nisbətinə. Buradan da aydındır ki, x bərabər 4 santimetr olar. Baxaq D variantına. X-in 400 minə nisbəti bərabərdir 1-in 500 minə nisbəti. Və buradan deməli x bərabərdir 0,8 santimetr. Baxaq 5-ci tapşırığa. Deməli, həqiqi və plandakı məsafələrə görə deməli, miqyası tapın. İndi biz miqyası tapmalıyıq. Miqyası da tapmaq üçün bilirik ki, plandakı məsafəni həqiqi məsafəyə bölməliyik. Yəni, bunların nisbətinə baxmalıyıq. A variantına baxsaq, həqiqi məsafə 250 metr, plandakı məsafə 5 santimetrdir. İlk öncə 250 metri santimetrə çeviririk və 25.000 santimetr olur. Və biz 5 santimetrin 200 deməli 25.000 santimetrə olan nisbətinə baxırıq. Və buradan hər ikisini 5-ə ixtisar etsək, 1-in 5.000-ə olmuş olar. Yəni, bu suala uyğun miqyas 1-in 5.000-ədir. B variantına baxsaq, həqiqi məsafə 4 kilometrdir. Bu zaman 4 kilometri santimetrə çevirsək 400.000 santimetr olar. Plandakı məsafə 2 millimetrdir. 2 millimetri də santimetrə çevirsək 0,2 santimetr olar. Buradan da 0,2'ni bölsək 400.000'ə bərabərdir 1'in 2 milyona nisbətində olar. C variantına baxaq. Deməli, həqiqi məsafə 60 kilometrdir. 60 kilometr bərabərdir 6 milyon santimetr.
İndi biz plandakı məsafədə 3 sm olduğuna görə 3-ün 6 milyona nisbətinə baxırıq. Və buradan da miqyas olur 1-i 2 milyona. D variantına baxaq. Həqiqi məsafə 800 kilometrdir. Bunu santimetrə çevirsək 800'ü 100 bine vurmaq lazımdır. Bu da 80 milyon eder. Buradan da plandaki təsvirdə 16 olduğuna görə 16'nın deməli 80 milyona nisbətinə baxırıq. Bu da bərabərdir 1'i 5 milyona. Altıncı məsələyə baxaq. Plan 1'in 200'e miqyası ilə çəkilib, otağın plandakı uzunluğu 3 santimetrdirsə, onun həqiqi uzunluğu nə qədərdir? Miqyas yazaq 1'in 200'e, həqiqi ölçünü də x ilə işarə edək. Deməli, otağın plandakı uzunluğu 3'dürsə, 3'ün x-a nisbəti bərabərdir 1'in 200'e. Buradan da x bərabərdir 3 vur 200. Bu da eder 600 santimetr. 600 santimetrdə olur 6 metr. Yəni həqiqi uzunluq 6 metrdir. Bu A variantı. Şimdi baxaq B variantına. Hasarın həqiqi uzunluğu 20 metr olarsa, onun plandakı uzunluğu nə qədər olar? Plandakı uzunluq x olarsa, deməli həqiqi uzunluq da 20 metrdir. Biz bunu santimetrə çevirsək, deməli 2000 olar. 2000'ə nisbəti bərabərdir 1'in 200'e nisbətinə. Buradan da x bərabər olar 10'a. Yəni 10 santimetre. 7-ci məsələyə baxaq. Uzunluğu 30 metr olan yol planda 5 santimetr uzunluqdadır. Miqyası müəyyən edin və suallara cavab verin. İlk öncə miqyası müəyyən edək. Bunun üçün 30 metri santimetrə çevirək. 1 metrim 100 santimetr olduğuna göre 30 metrim 3000 santimetrdir. Şimdi miqyası təyin etsək, 5'in 3000'ə nisbətinə baxırıq. Və buradan hər birin nisbət həddini 5'ə bölsək, olar 1'in 600'ə. Miqyas oldu 1'in 600'ə nisbətində. A variantına baxaq. Bu planda uzunluğu 10 santimetr olan yolun həqiqi uzunluğu neçə metrdir? Yolun həqiqi uzunluğu x olsun. O zaman onun x-a nisbəti bərabərdir 1'in 600'ə. Buradan da tənasüb kimi həll etsək, olar 6000 santimetr. O da bərabərdir 6 metr. B variantına baxsaq, uzunluğu 15 metr olan körpünün bu plandakı uzunluğu nə qədərdir? İndi isə plandakı uzunluq x olsun. Və bunun 15 metrə nisbəti, 15 metri də santimetr ilə ifadə etsək, 15 metr bərabərdir 15 vurulsun 100, o da 1500 santimetr. İndi buradan tənasibi qursaq, x-in 1500'ə
nisbəti bərabərdir 1-in 600-ə. Buradan da deməli 600x bərabərdir 1500 tənasübün əsas xassəsini tətbiq elədik. Bu da edər 2,5 santimetr. Deməli, uzunluğu 15 metr olan körpünün plandakı uzunluğu 2,5 santimetr olar. Baxaq 8-ci məsələyə. Miqyas 1-in 20 minədir. 1-in 20 minə olan xəritədə iki məntəqə arasındakı məsafə 6 santimetrdir. Miqyas 1-in 50 minə olan xəritədə bu məntəqələr arasındakı məsafə nə qədər olar? Biz ilk öncə məntəqələr arasındakı həqiqi məsafəni tapmalıyıq. Həqiqi məsafəyə x desək, 6-nın x-a nisbəti bərabərdir 1-in 20 minə. Buradan da x bərabərdir 120 min santimetr. 120 min santimetr, bu da bərabərdir. Deməli, 1,2 kilometr. İndi isə bu məsafənin 1-in 50 minə olan miqyasdakı məsafəsini tapaq. Xəritədəki məsafəsini tapaq. İndi xəritədəki məsafə olsun y. Y-in deməli 120 minə nisbəti bərabərdir 1-in 50 minə olan nisbətinə. Çünki yeni miqyasda baxırıq. Və buradan deməli buradan alırıq ki 50 min y bərabər 120 min. 120 mini də 50 minə bölsək 2,4 santimetr. Cavab oldu 2,4 santimetr. Baxaq 9-cu məsələyə. Elxan uzunluğu 90 metr və eni 60 metr olan futbol meydançasının planını rəsm albomunda 1-in 30-a miqyası ilə çəkmək istədi. Bu mümkündürmü? Tutaq ki, meydançanın uzunluğunu deməli B ilə işarə edək. Olsun B. Enini isə işarə edək A ilə. İndi 1-in 30-a miqyasında bu ölçüləri təyin etsək 1-in 30-a bərabərdir. Məsələn, uzunluğu tapsaq B'nin 90 metrə, 90 metrdə 9000 santimetrdir. Buradan da 30 B bərabər 9000. B oldu. Deməli 300 santimetr. 300 santimetr, o da olur 3 metr. İndi elinə baxsaq 1-in 30-a bərabərdir A-nın 60 metrə, 60 metrdə 6000 santimetr və buradan 30A bərabər 6000 və 6000-i də 30-a bölsək alırıq 200 santimetr, bu da oldu 2 metr. İndi buradan baxırıq ki, deməli plandakı ölçülər olmalıdır 3 metr, 2 metr. Bunu isə rəsm albomunda təsvir etmək qeyri-mümkündür, ölçünün böyük olduğuna görə. Yəni, fikrimizi belə izah edirik ki, bunu albomda təsvir etmək, albom səhifəsində təsvir etmək mümkün olmaz. Yazırıq, mümkün deyil. Baxaq 10-cu məsələyə. Uşaqlar Avtomodel Dərnəyində həqiqi uzunluğu 25 metr, qanadları arasındakı məsafə 14 metr olan təyyarənin maketini düzəltmək istədilər. Miqyası 1-in 50-yə olan təyyarə maketinin uzunluğu nə qədər olar? Təyyarə maketinin uzunluğunu x ilə işarə etsək, 1-in 50-yə olan miqyasda
Deməli, x-in götürürük 25 metrə nisbətini. 25 metri də santimetrlə ifadə etsək, olar 2500. Buradan da 50x bərabərdir 2500. X bərabərdir, deməli 50. 50 santimetr. İndi ikinci suala baxaq. Samir bu təyyarə maketinin qanadları arasındakı məsafənin 30 metr, 30 santimetr, Lalə 28 santimetr, Elxan isə 35 santimetr olacağını söylədi. Kimin cavabı doğrudur? İndi deməli, maketin qanadları arasındakı məsafəni y ilə işarə etsək, bu zaman y-in 14 metrə, yəni 1400 santimetrə olan nisbəti bərabər olmalıdır miqyasa. Miqyas da 1-in 50-yədir. Və biz buradan y-i tapsaq, 50y bərabər 1400 və y bərabərdir, deməli 28 santimetr olmuş olar. Və burada da görürük ki, 28 santimetri söyləyən Lalədir. Deməli, Lalənin hesabı doğrudur. Deməli, Lalənin hesabı doğrudur. Baxaq 11-ci məsələyə. Arının 2-nin 1-ə miqyası ilə çəkilmiş şəklinə əsasən həqiqi uzunluğunu tapın. Arının həqiqi uzunluğu x-dırsa və onun şəkildəki, təsvirdəki uzunluğu 4-dürsə, götürürük 4-ün x-a nisbəti bərabərdir 2-nin 1-ə, çünki miqyas 2-nin 1-ədir. Və buradan 2x bərabərdir 4-ə, x bərabər oldu 2 santimetr. Deməli, arının həqiqi uzunluğu 2 santimetrdir. Baxaq 12-ci məsələyə. Şəkildə düzbucaqlı formasında olan tenis kortunun müəyyən miqyas ilə çəkilmiş planı verilib. Tenis kortunun həqiqi uzunluğu 24 metr olarsa, planın miqyasını tapın və suallara cavab verin. Deməli, həqiqi uzunluq 24 metrdir. Bunu burada qeyd edək. Həqiqi uzunluq 24 metrdir. Bunu da santimetrlə ifadə etsək, olar 2400 santimetr. Təsvirdə isə uzunluq 6 santimetrdir. Deməli, miqyası təyin etmək üçün biz 6-nın 2400-ə nisbətinə baxmalıyıq. Və buradan alırıq ki, miqyas 1-in 400-ə olar. Bu oldu miqyas. İndi birinci suala cavab versək, kortun eni neçə metrdir? Kortun eni təsvirdə 4-dür. İndi biz onun həqiqi ölçüsünü tapmalıyıq. Eni A ilə işarə etsək, 4-ün A-ya nisbəti bərabərdir 1-in 400-ə. Və buradan A bərabərdir 1600 santimetr. O da bərabərdir 16 metr. İkinci suala baxaq. Kortun perimetri ilə plandakı perimetr hansı nisbətdədir? Birinci kortun perimetrini tapaq. PK yazaq bunu. Kortun əsl uzunluğu 24, eni isə 16-dır. Onda perimetri olur 24 plus 16. O da 2 vur 40 olur 80 metr. Deməli, təsvirdəki perimetr isə PT yazaq, yəni təsvirdəki perimetr. O da olur 2 vurulsun 6 plus 4. Çünki təsvirdəki uzunluq 6, en isə 4-dür. Onu da 2-yə vursaq 20 santimetr olar. İndi biz bunların nisbətini tapsaq, 80 metrdə
santimetrə çevirsək, olar deməli 8000. 8000-in 20-yə nisbətinə baxırıq və buradan da 20-yə ixtisar etsək, nisbətin hədlərini 400-ün 1-ə nisbətini alarıq. Baxaq 3-cü suala. Kortun sahəsi ilə plandakı sahə hansı nisbətdədir? Kortun sahəsini SK ilə işarə etsək, 24-ü vururuq 16-ya. Bu da edir 384 metr kvadrat. Təsvirdəki sahəni isə ST ilə işarə etsək, olur 6 vuraq 4 bərabər 24 kvadrat santimetr. İndi biz bunların nisbətinə baxsaq, 384 kvadrat metri də bu zaman biz santimetrlə ifadə etməliyik. 1 metr kvadrat da deməli 10.000 kvadrat santimetr olduğuna görə 384-ü 10.000-ə vururuq və alırıq deməli 3.840.000. Bunu da biz 24-ə bölsək, yəni ki, hər həddi 24-ə ixtisar etsək, 160.000-in 1-ə nisbətin almış olarıq. Bugünkü dərsimiz hələlik bu qədər uşaqlar. Dərsə baxıb bəyənməyi unutmayın. Fikirlərinizi də yazmağı unutmayın. Hələlik sağ olun. Növbəti dərslərimizə qədər.